İki fərqli saç rəngini vermək. Ctrl-J-ni basırıq, kopyalayırıq. Daha sonra Magnetic Lasso Tool alətini seçirəm. Və bundan sonra bir qədər burada mouse sol düyməsini bir daha vurub bu hissəni seçirəm. Sol düymə bir daha vururam və buradan da işarələyirəm. Bu hissəni sol düyməni vururam, mouse'un sol düyməsini və iki dənə fərqli rəng vermək üçün. Əsli qalsa yollar çoxdur, çox elə dərinə getməyi də istəmirəm. Burada Brush Tool alətinin sağ aşağı ikincində mouse'un sol düyməsini basıb saxlayıram. Burada Color Replacement Tool aləti var. Bu aləti seçirəm və daha sonra bunun üzərində mouse sol düyməsini ikidə vururam. Məsələn, qırmızı rəng olsun, okey və biraz da ölçüsünü artırıram və başlayıram bu hissəyə rəng verməyə. Yəni seçilmiş hissəyə. Formada. Təbii ki, burada qulaq da seçildi. Bunu seçimdən çıxarmaq istəyirəm. Burada mouse'u sol düyməsini bir daha vururam. Mouse'u sol düyməsini bir daha vurdum və əksinə bu hissənin mən Eraser tool'la siləcəm. Silib çıxaram bu hissədən. Belə. Daha sonra yenə Lasso tool'u, Magnetic Lasso tool'la digər hissələri də seçirəm belə. İndi biraz tez boza seçirəm ki, videonun vaxtı çox uzanmasın. Eski düyməsini basım, yenidən çəkim, biraz problem yarandı. Bez ölçünü azaldım. Mouse'un sol düyməsini bir daha vururam və seçirəm buraları. Seçirəm bu hissələri. Mouse sol düyməsini bir daha vururam. Və burada mouse sol düyməsini iki daha vururam. Başqa bir rəng seçirəm, məsələn belə bir rəng. Hələ ki burada bir məsələ var. Burada qaşı etmədim, neysə eybi yox. Göy rəng seçək. Daha sonra onu da edərik. Və bundan sonra yenə Color Replacement tool'u basıram. Və burada da təbii ki başlayıram bu rəngləri verməyə. Bəzi hissələrdə əslində qalsa rəng verilməməlidir. Onları yenidən seçib silə bilərsiniz. Şimdi mən hamısına rəng verim. Biraz tələm-tələsi elədim, çünki videonun vaxtı istəmirəm uzansın. Məsələn, Lasso tool'u seçirəm. Burada mouse sol düyməsini bir daha vururam. Bu hissə olmalıydı, etməmişdim.
Bu hissəni etdikdən sonra yenə color replacement tool aləti ilə buranı rəng verirəm. Yenə lasso toolu seçirəm. Tutaq ki, məsələn, bu hissə olmamalı idi. Əslində bu çox görsənmir bu hissələr. Sonra hansı hissə istəmirsinizsə belə işarə edə bilərsiniz. Misal üçün tutaq ki, işarələrin buranı pozan aləti ilə ölçüsünü silə bilər. Amma əslində qalsa çox da düşmür bura deyə dəyişiklik çox da olmadı. Məsələn, bu hissədə color replacement toolu basıram, lasso toolsuz elə birbaşa da məsələn rəngləyə bilərəm. Deməli, biraz ölçüsünü artıraq. Yox, lasso toolsuz alınmır, gələk seçəsiniz. Tutaq ki, seçdim mən bunu. Sol düyməni vurdum. Yenidən seçim problem oldu. Yenə color replacement tool aləti vasitəsilə buranı da rəngləyə bilərəm. Həmçinin yəni buranı da məsələn seçib rəngləyə bilərsiniz. Bu formada məsələn qaşa da məsələn vermək olar bunu. Deməli burada mouse'un sol düyməsini basıb saxlayaraq biraz qaşda bir balaca deməli seçim çıxır. Deməli burada brush tool basıram. Qaşda bir balaca sərtliyi azaldıram. Ölçüsünü də biraz balacalaşdıraq. Sərtliyi biraz balacalaşdırıram, biraz yumuşaq olsun. Məsəl üçün ya da ki biraz artırım, çox da yumuşaq olmasın. Bu formada sonra həmçinin yenə magnetic lasso toolu seçirəm. Məsələn bu qaşı da seçirəm. Biraz videonun vaxtı çox uzun olmasın deyə sürətli ilə mouse sol düyməsini bir daha vururam. Yəni özü avtomatik getməsin. Seçimdən çıxdı deməli. Və burada da bayaqki qırmızı rəngi gələk. Okay. Yenə color replacement tool aləti vasitəsilə rəngi verirəm. Hətta o bir məsələ var ki, yəni bu qırmızı ilə bu qırmızı arasında fərq olsa, yəni birdən belə bir şey olsa, burada 2 dəfə vurursunuz. Məsələn, burada airdropper aktiv olur. Yəni bunu vuranda avtomatik və gözü rəng gəldi bu hissə. Yəni əsl bununla eyni rəng budur. Düzdür, tətbiq edəndə böyük bir fərq olmadı. Belə. Daha sonra burada blending hissəsindən müxtəlif modları yoxlaya bilərsiniz. Hansı mod uyğundursa tətbiq edə bilərsiniz. Bu formada saxlaya bilərsiniz ya da ki elə buradakı forma ilə də saxlaya bilərsiniz. Burada bura seçəndən sonra Ctrl D-ni də basmağı lazımdır ki, bu belə deyək seçimdən çıxsın. Bunu mən bayaq etmədim. Ctrl D-ni basıram, seçimdən çıxır. Belə. Amma əslində qalsa praktikada, yəni fərqli saç rənglərinə yəni nadir rast gəlir də. Yəni normalda 2 rəng olsa da bu qarışıq formada olur da, yəni qarışıq formada, yəni bir tərəf qırmızı, bir tərəf nadir halda olur.